Mən bugün sizə insultlar haqqında danışacağım. İnsult, beyin damarlarının tromblarla tıxanması və beyin qan dövranının pozulmasıdır. İnsult, beynin öz damarından çox nadirən meydana gəlir. Əksər hallarda bu beyinə atılan tromblar ürək və ürəkdən çıxan şah damardan yaranır ki, bunu indi sizə çəkib göstərəcəm. İndi bu bizim gördüyümüz ürəyin sadəcə sol tərəfidir. Bu bizim sol qulaqçıqdır. Sol qulaqçıqdakı qan başda təzyiq fərqi ilə, daha sonra isə ən sonda yığılaraq qanı sol mədəciyə atır. Sol mədəcik isə bizim ürəyimizin motorudur və bu yığılaraq qanı şah damar dediyimiz şah damara atır. İndi ürəyin xəstəliklərindən biri var ki, səyrici aritmiya, hansı ki insultların olmasının 20-25% səbəbidir. Bu xəstəlikdə necə olur? Bizim bu gördüyümüz sol qulaqçıq yığılmamağa başlayır və yaxud da ki, tam tərsi o qədər sürətli işləyir ki, yığıla bilmir və belə olduğu halda sol qulaqçığın içində kiçik tromblar yaranır və bu tromblar buradan bizim beynimizə ataraq insulta səbəb olur. Onun üçün də əgər döyüntü, ürəyinizdəki vurğularda anormallıq, düzənsizlik hiss edirsinizsə, mütləq bir kardioloqa və yaxud terapeutə müraciət edib və yaxud da bir kardioqrama çəkə bilərsiniz. Çünki buradakı trombların qarşısını almaq üçün bildiyimiz aspirin kimi dərmanlar yetərsizdir. Burada xüsusi faktor 10A inhibitörləri olan rivaroxaban, apixaban kimi dərmanlar təsirlidirlər. Bunun xaricində bu səyrici aritmiya olduğu zaman ikinci böyük problem nədən ibarətdir? Sol qulaqçıq yığılma qabiliyyətini itirdiyi üçün ürəyə gələn qan 25% azalır, ürək çatışmazlığı yaranır. Onun üçün bildiyimiz bu səyrici aritmiya həm insult, həm də ürək çatışmazlığının səbəbidir. Bunun üçün isə vaxtında müraciət edib, vaxtında müalicə almaq lazımdır ki, bu xəstəlik bizə zərər verməsin.